yenə qarşıladıq və yenə uğurlar yola saldıq. Müşterimizi aeroportdan götürəndən sonra nahar üçün Şahqarın restoranına gəldik. Daha sonra müşterimizi önceden rezerv ettiğimiz otele yerləşdirdik. Otel və restoranları önceden planlayırdıq ki, daha rahat olsun. Və budur gəldi. Növbəti gün Sibrizə artıq Rusiyadan dron etdiyimiz mənzilimizlə tanış olmağa. Mənzil artıq Azərbaycana gəlməmişdən öncə bron olunmuşdu. Sadəcə olaraq layihə ilə tanış olmaq və imzalamaq lazım idi. Əfsanə xanım Sibrizdə olan yeni layihələrlə də tanış oldu. Yeni yenilikləri gördü, yəni çox bəyəndi, həqiqətən çox dəyişilib. Sibriz layihəsi çox inkişaf edib. Maket üzərindən yerləşməsi və görüntüsünü çox bəyənmişdi. Farklı layihəsindən mənzil almışdı. Əfsanə xanım çox xeyirli olsun və daha sonra imzaladı sənədlərini. Tabii ki, müqavilənin hazırlanmasında və ərsəyə gəlməsində mənzilin əmək keçən hər kəsə təşəkkürümüzü bildiririk öncədən. Tabii ki, artıq saat 3 radələri idi. Biz qonağımızı nahar fasiləsinə apardıq. Həm dincəlməsi, həm də ki, nahar etməsi üçün restoranları xüsusi ilə seçirdik öncədən. Videonun çox hissəsini kesməyə məcbur olduq, çünki üçün belə qısa deyildi, həqiqətən uzun proseslər oldu. Təbii ki, nahardan sonra müşterimiz Əfsanə xanımla şəhər gəzintisi, bulvar gəzintisi etdik. Azərbaycanı daha da ətraflı görmək istədik. Öncədən bütün restoranlar, oteller, gəzinti yerləri planlaşdırılmışdı. Nahar fasiləsindən sonra gəzintiyə çıxdıq. Təbii ki, artıq növbəti gün biz Sibris kartın sifarişinə bağlı banka müraciət etdik, ilkin ödəniş etdik və bankdan sorğu göndərəndən sonra nahar gəldik, etdik. Mədə restoranımızda çox sağ olun, xidmət edir. Təbii ki, sonuncu gün, artıq onlar istirahətdən qayıtdıqları gün biz qısa intervyu aldıq Əfsanə xanımdan. Оксана Ханна, какие у вас остались впечатления от поездки в Азербайджан? Впечатления остались только положительные. Здесь очень красиво, очень уютно. Я бы хотела в дальнейшем здесь остаться жить и строить светлое будущее. Иншаллах. Что вы хотите сказать тем, кто только планирует приехать в Азербайджан и приобрести недвижимость? Я бы хотела посоветовать, чтобы они решились на эту поездку, на покупку недвижимости, так как их ожидает только светлые впечатления, светлое будущее, и чтобы они рискнули и все-таки приехали и воплотили все свои mečti в реальность. İnşallah. Və bir daha sübut etdik ki, Azərbaycanda qonaqlarımızı yalnız mənzil deyil, qayğı da gözləyir.